Hörmətli tamaşaçılar, Respublika Çempionatı U9 liqasında Rofum Antiqua komandalarının qarşılaşmasında ikinci hissə başlayır. Birinci hissənin yekununda hesab 1-0 Rofum komandasının xeyrinədir. Ümid edirik ki, ikinci hissədə daha baxımlı, dinamik oyun izləyəcək. Hər iki komandaya uğurlar diləyirik. Hakimin start səslənəcək. Oyuna Rofum komandası başlayır. Fatih. Tuncay Ağabala ilə oynadı. Məhəmməd. Fatih. Məhəmməd. Fatih. Məhəmməd. Fatih. Tuncay top çatdı. Tuncay top bitirdi burada. Rəsul. Yaxşı oynadı burada. Altrov mu? Məhəmməd. Top Rofumdan çıxır. Ağabala. Ay ay ay. Məhəmməd. Tuncay. Təhlükənin böyüməsinin qarşısını alır burada. Sərbəst zərbə ilə Rəsul oyunu daxil edir topu. Riyad. Tuncay. Fatih. Fatih. Riyad'la oynuyor. Daha Ağabala ile oynuyor. Ağabala. Fatih. Riyad. Məhəmməd. Tuncay. Məhəmməd burada yaxşı oynuyor. Riyad. Out Antiqua komandası. Fatih. Tuncay'dan Ağabala'ya ötürmə. Ağabala qapıya doğru zərbə. Top qapının yanından keçir. İkinci hissədə ilk zərbə idi qapıya doğru. Məhəmməd. Altrov mu? Riyad Tuncay ile oynuyor. Əla, Rəsul vaxtında qapısını tərk elədi. Out Antiqua komandasının. Yenidən out təkrarlanır. Nihat. Tuncay. Fatih. Riyad. Burada şans bu dəfə Rofum komandasının tərəfində oldu.
Antuqako komandasının oyuncusu boş qapıya dəqiq zərbə vura bilmədi. Fatih irəliləyir bu arada. Məhəmməd. Rəsul çox etibarlı oynayır bu günləri. Uzun müddətdir məşqlərə qatıla bilməsə də səhhəti ilə bağlı. Amma Rəsul etibarlı oynayır. Tuncay, Məhəmməd, Nihat, Fatih. Out Rofumun, bəli. Fatih qapıya zərbə. Top qapının yanından keçdi. Riyad top hələ keçirir. Riyad, Tuncay. Küzdən zərbə. Nihat. Küzdən zərbə təkrarlanır. Bu dəfə başqa istiqamətdə. Yox. Hakim qərarı fərqli olur. Hakim bildirir ki, top Rofum komandasının oyuncusundan çıxır. Nihat. Riyad. Riyad burada top bitirir. Resul. Ha, kimsə heç şey yoxdur deyir. Oyunu saxlayır hakim. Fatih sərbəst zərbə ilə oyunu başlayır. Nihat. Fatih. Fatih. Və Fatih sürət yığıb irəliyir. Küzdən zərbə. Rəqib müdafiəçiləri etibarlı oynayır burada. Out Antuqako komandası. Rofum komandasında oyuncu dəyişikliyi oldu. Tamerlan irəliləyir. Tamerlan qapıya doğru zərbə. Riyad. Arda. Məhəmməd daha doğrusu. Arda irəliyir. Gol! Tamerlan oyuna daxil olan kimi hesabı 2'ye qaldırır. 2-0 Rofum komandası. İrəlidədir. Out Rofum. Abbas. Tamerlan. Tamerlandan gözəl hərəkətlər.
Abbas. Atantukakon. Məhəmməd. Əlli oyun var burada. Bəli, əlli oyun vardı. Cərmə zərbəsini Riyad yerinə yetirəcək. Qapıya doğru təbii ki zərbə endirəcək. Riyad. İkinciden zərbə. Arda. Güzel zərbə indirdi. Müdafiəçilər Antukako komandasında etibarlı oynuyor. Riyad. Riyad əla keçir. İndi isə Rofun komandasının qapısı qarşısında təhlükə yarana bilər. Abbas təhlükənin qarşısına alır, topu dərhal oyundan çıxardır. Tamirənə qarşı kobudluq. Hakim cərmə zərbəsi təyin edir. Uğur cərmə zərbəsini yerinə yetirəcək. Uğurdan zərbə qapıya doğru. Ama top qapıya çatmır. Uğur Rəsul'la oynuyor. Məhəmməd tam vaxtında özünü çatdırdı. Ama Antukako komandası hesablar arasındaki fərqi azaldaraq 2-1 edir. Abbas, Tamerlan. Tamerlan. Qapıya doğru zərbə, top qapının yanından keçir. Uğur. Tamerlan. Abbas. Gedişdi biraz Abbas burada. Arda ise topu oyundan kənarlaşdırarak komanda yoldaşlarının geri qayıtması için şərait yarattı. Məhəmməd topu itirir. Hakim oyunu saxlayır. Cərmə zərbəsi təyin edilir. Rofun komandasının qapısına doğru. Çox təhlükəli bir nöqtədən Rofun komandasının qapısına doğru cərmə zərbəsi yerinə yetirəcək Antukako komandası. Hesab isə sürüşkəndi 2-1. Qapıya doğru zərbə, top qapının üstündən keçir. Bu arada Rofun komandasının qapısında dəyişiklik olur. Rəsulu Tuncay əvəzləyir qapıda. Ağabala Arda irəliləmək istədi, amma rəqib oyunçular buna imkan vermədilər.
Abbas ve gol! Hesap 3-1 olur. Yeniden hesap arasında fark 2 kala kalkır. Kaptan hesabda komandasını daha da kazandırarak öne çıkardır. Uğur. Oyunun 16. dəqiqəsi gedir. Arda. Arda top ele keçirir. Arda. Ama orada top hele de oyundadır bəli. Abbas. 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 Abbas top bitirir burada. Çok sert oyun var idi. Hakim ise dərhal oyunu saxlayır. Uğur əla oynayır. Top Antigua komandasının oyuncusunun eline tokunsa da hakim yine oyun saxlamır. Əslində yaxşıdır. Çünki onun tempi düşməsin aşağı. Abbas top hələ keçirir. Abbas. Abbas ama hakim oyunu saxlayır. Burada yerde kalan oyuncu var. Arda'dır səhvimsi yerde kalan. Her şey yaxşıdır. Arda oyunu devam edir. Antigua komandası alt yerine itilir. Ötürme. Berk oldu. Biraz top oyundan çıktı. Tamerlan. Tamerlan'dan güzel hareketler. Fatih. Tamerlan. Çok əla oynuyor Tamerlan. Tamerlan. Öz yenileri yok. Tamerlan'a top çıkır. Antigua komandasına. Onun ise bitmesine təxminən 2 dəqiqə qalıb 19-cu dəqiqə oynanılır. Əgər əlavə hər hansı bir dəqiqə artırılmazsa o zaman hakim oyunu dayandıracaq. Küzdən zərbə. Uğur. Abbas. Uğur. Fatih. Tuncay topu oyundan çıkardı. 20. dəqiqə gelir. Hal-hazırda ikinci hissənin əsas vaxtının bitməsinə saniyələr qalır. Antigua komandasının son şanslarıdır demək olar ki, burada deyə bilərik. Abbas yenidən ikinci zərbəsi yerinə yetirilir. Hakim ise bildirir ki oyunu bitmezse son 1 dəqiqə qalıb. 1 dəqiqə.
Deyək ki, oyuna əlavə elədi. Çünki əsas vaxt bitib. Xırda fasilələr olmuşdu oyunda. Hakim onların nəzərə alaraq 1 dəqiqə artırdı. 200-dən zərbə olacaq. Dərhal Nihat oyuna daxil edir topu. Abbas. Uğur. Ağabala. Abbas. Top çıxır. Ağabala topu ələ keçirir. Ağabala oyunun son nöqtəsini qoymağa yaxın idi. Burada isə Ağabala zədələnir. Yerdə qalır Ağabala. Və rəqib oyunçunun da ayaqqabısı Butslər ayağından çıxır. Hər şey yaxşıdır. Oyun davam edir. Yəqin ki, bir neçə saniyə hakim oyunu dayandıracaq. Beləliklə, Rofum və Antigua komandalarının qarşılaşmasında hesab 3-1 olaraq qalır. Hakim isə final fitini səsləndirəcək. Bəli, belə də olur. Hər iki komandaya növbəti oyunlarda uğurlar diləyirik. Sağ olun. Növbəti oyunlarda görüşmək dileğiyle.